Salam əziz oxucularım, Qədirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçiləri. Xoş gördük sizləri. Yandex diskə həsr olunmuş növbəti 3-cü video dərsliyimdə sizləri salamlayıram. Və əgər siz bu video dərsliyə yeni baxırsınızsa, onda çalışın ki, bundan əvvəlki video dərsliyə baxasınız ki, bu 3-cü video dərsliyim də sizə mahiyyət etibarilə maraqlı görünsün. Bugünkü video dərsim Yandex diskdə yeni qovluğun yaradılmasına həsr olunacaq. Və bu nə üçün olunur və bu işin praktik mahiyyəti nədən ibarətdir? Çalışacağım bu video dərsliyimdə onu ətraflı izah edim. Qeyd etmək istəyirəm ki, diskdə müəyyən bir yaddaş sahəsi olduğu üçün bura faylların əlavə olunması bəzən olduqca bir qatışıq bir vəziyyət yaradır ki, sonradan istənilən bir faylı harada yerləşəcəyini tapmaq və onun keçidini dostuna göndərmək çətinləşir. Odur ki, bütün məlumatlarınızı qovluq şəklində çeşidləmək və hər bir qovluğa ad vermək zərurəti yaranır və bu baxımından Yandex diskdə xüsusi bir düymə mövcuddur ki, biz bu düymə haqqında interfeys elementlərinin izahı video dərsində izah etmişdim və sadəcə bunun praktik mahiyyətini isə bu video dərsdə sizə göstərməyə çalışacağam. Deyək ki, qeyd etmək istəyirəm ki, ola bilər sizdə mənzərə bu şəkildə görsənsin, bundan çaşıb qalmayın, çünki burada Yandex diskdəki elementlərin görünüşünün dəyişdirilməsi üçün 3 düymə mövcuddur və bu düymələrin istənilən birini seçməklə siz görünüş elementlərini sadəcə öz zövqünüzə uyğun dəyişə bilərsiniz. Qeyd etmək istəyirəm ki, qəsdən susaraq Yandex disk istifadəçiyə bir musiqi qovluğunu və bir də Yandex diskin özünün öz servisi tərəfindən yükləndiyi bir neçə, belə deyək, populyar şəkilləri və həmçinin videonu bura belə deyək sizin əvəzinizə yükləyib. Və bu onu göstərir ki, burada həm qovluq, həm şəkil, həm də video yükləyib saxlamaq mövcuddur. Və bugünkü dərsimin yenə mahiyyəti qovluq yaratmaq olduğu üçün biz sadəcə burada sozda Novoy Pakko düyməsini sıxırıq və beləliklə artıq gördüyümüz kimi yeni bir qovluq yaranır və bu qovluq sarı çərçivə ilə işarələnir və sağ tərəfə diqqət etsək, yeni qovluğun adı Novoy Pakko, yəni yeni qovluq adı verilir. Biz çox rahatlıqla bu qovluğun belə deyək adını dəyişə bilərik. Məsəl üçün bizim nümunəmizdə olsun şəkil qovluğu. Foto yazdıq və sol düyməni ilə boş bir sahədə sıxdıq. Beləliklə biz yeni foto qovluğu yaratdıq. Və bu qovluq bizə imkan verir ki, öz şəkillərimizi növbəti dəfə bu qovluğun üzərinə, belə deyək, içərisinə yükləyə bilək. Qeyd etmək istərdim ki, yeni qovluğun yaradılması elə bir vaxt almır, amma istifadəçi bu qovluğu yaratmaqla bir növ öz işini rahatlaşdırır və hər bir məlumatını qovluq şəkildə çeşidlədikdə onun üçün sonradan bu məlumatı tapmaq asanlaşır. Bugünkü video dərsimiz bura qədər. Biz Yandex diskdə yeni qovluğun yaradılması video dərsi ilə tanış olduq. Əgər bu video dərsliyim sizin üçün faydalı oldusa, onda buna sevinəcəm. Çalışın kanalımıza abunə olun və yeni video dərsliklə görüşənədək sağ olun.